İbn Ömər radiyallahu anhu həmçinin onlar xəbis xislətlərindən zikr edir. Buyurur ki, onlar iddə müddəti bitməmiş qadınlarla evlənirlər. Sonra deyir ki, onların yanına əri olan bir qadın gəldikdə, əgər onların yanına, xavariclərin yanına evli bir qadın gəldikdə, özlərindən olan biri ilə evləndirərlər. Sonra deyir ki, onların qadınlarının kəri olur. Görün, nə qədər şərri bir varlıqdılar bunlar. Allah qorusun bizləri, balalarımızı bulan şərrindən. Amin ya Rabbi. Sonra buyurur ki, xavariclərdən daha çox döyüşülməyə və onları öldürülməyə layiq olan birini bilmirəm. Yenə deyirəm, bu da başçıya aiddir. Yəni, bu o qədər təhlükəli bir məsələdir ki, qardaşlar. Biz onlarla maksimum bacardığımız qədər alış-veriş, yaxınlıq eləməməliyik. Bilirsən ki, adam xavaricdir, adam təkfirsidir, tanıyırsan, ondan ətir alma. Ətir satır, ətir alma. Ticarət edir, eləmə qardaş, başqası var da ətir satan. Niyə gedib almırsan? Niyə mən onunla ticarət eləməliyəm? Çünki qardaşlar, qəblər, xoş ünsiyyətlə əriyən bir, Allahın yaratdığı bir varlıqdır, qəlb. Xoş ünsiyyətlə əriyir, yəni. O da xoş ünsiyyət edər sənə qarşı. Təbii ki, öz ticarətidir. Yenə alasan deyənə və yaxud səni azdırsın deyənə, ola bilər sənə daha çox verər malından. Nə bilirsən? Kim arxayındır ki, azmayacaq? Qəblər Ar-Rəhmənin barmaqları arasındadır. Hədisdə necə keçir? İstədiyi səmtə çevirər.